Bugünkü danışacağımız mövzu vergi risklərinin idarə olunmasında auditin rolu. Vergi riskləri biznes fəaliyyətində hər zaman mövcud olmuşdur. Bu risklərin idarə olunması və minimallaşdırılması sahibkarın öz əlindədir. Burada auditin rolu təkcə yoxlanış deyil, önləyici və strateji bir alət kimi çıxış etməkdən ibarətdir. Əksər hallarda vergi riskləri sonradan müəyyən olunur və bunlar cərimə və sanksiyalarla müşayiət olunur. Bu kimi halların qarşısını almaq üçün vaxtında və düzgün şəkildə audit nəzarəti tələb olunur. Audit nəzarəti dedikdə maliyyə sənədlərinin vergi qanunvericiliyinə uyğunluğunu özündə əks etdirir. Bura aşağıdakı hallar daxildir. Əmək haqqının düzgün şəkildə rəsmiləşdirilməsi, gəlir və xərclərin şəffaf aparılması, aktivin uçotdan yayındırılmaması, qaymələrin və ƏDV uçotunun düzgünlüyünü özündə əks etdirir. Audit bu nöqtələrdəki boşluqları vergi yoxlaması gəlməzdən öncə müəyyən edir və sahibkara düzəliş imkanı verir və nəticə etibarilə potensial cərimələr aşkarlanır və maliyyə şəffaflığı əldə olunur və nəticə etibarilə potensial cərimələrin qarşısı alınır və maliyyə şəffaflığına nail olunur.